Əgər kimsə sizə ev şəraitində mükəmməl sırnıq hazırlamağın mümkün olmadığını deyirsə, onda gəlsin bu videoya baxsın. 7 sirni deyəcəyim. Kəsmik mütləq quru olmalıdır. Ya da onu dəsmalla sıxıb suyunu çıxartırsan. Şəkər olmalıdır 2 xörək qaşıq, ondan çox yox. 500 qram kəsmiyə 2 yumurta sarısı lazımdır. Ya da 1 yumurta bütöv. Çox olsa aladik olacaq, sırnıq yox. Sırnıq dadlı olmaq üçün biraz duzlu qatırıq və vanil. Sonra uzun forma verir və doğrayın kolbasa kimi. Və mütləq onu hamı bilir, onda bulayın. Və video necə göstərmişəm, bir fincanla, bir stakanla forma verirəm. Az yağda sırnıq qızardılır, hər tərəfi 3-5 dəqiqə qapağı ötürməlidir. Və buyurun, sırnıq hazırdır, çox dadlıdır. Mən çox vaxt sırnıq hazırlayıram və qoyuram buzxanaya, lazım olanda çıxartıb tez səhər yeməyinə qızardıram. Çayla da içməyi çox mənim uşaqlarım xoşlayır.